Bugün ölümdən danışacağıq. Həyatdakı ən ciddi məsələdir. Hamımızın da nə varsa başına gələcəkdir. Amma bizdə müşahidə etdiyimiz odur ki, insanların böyük bir əksəriyyəti yanında bir insan vəfat edəndə ondan əvvəl ya da vəfatından sonra nə tər eləyəcəyini, nə etsin tam bilmir. Ona görə gəldik Şəki Oğuz bölgə qazımız. Allah razı olsun, zaman ayırdı bizə. Biz studiya kimi yormadıq müəllimi. Məhdud vaxtı var deyə gətirdik, işıqlarımızı qurduq. Burada video çəkirik. İndi inşallah müəllim İslami qaydada nə etmək lazımdırsa vəfatdan əvvəl, vəfat vaxtı və sonrasında ya da ki insanların elədiyi yanlış şeylər əksəriyyətlə nədirsə, onların doğrusunu asan, bizim də hamımızın başa düşəcəyi bir dildə bizə izah eləyəcəkdir. Əvvəlcə təşəkkür edirik həqiqətən zaman ayırdığınıza görə və buyurun müəllim, söz sizdədir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Rasulina Muhammedin və ala alihi və ashabihi ecmain. Əvvəlcə başda şəhidlərimiz olmaqla keçən Ramazan ayı ilə bugünkü Ramazan ayı arasında dünyasını dəyişən bütün müsəlmanlara, müsəlman qardaşlarımıza gəlin rəhmətlər diləyək, öncə onları rəhmətlə xatırlayaq. Allah cümləsinə rəhmət eləsin. Bir daha şəhidlərimizin ruhları şad olsun, qazilərimizə də bol-bol şəfalar versin Rəbbimiz. Cenab-ı Allah insanı gözəl şəkildə yaratmış, əhsəni təqvim üzrə yaratmış. Bu haqda bilirsiniz, Quran ayəsi var. Estağfirullah. Laqad xalaqnal insana fi əhsəni təqvim. Biz insanı gözəl şəkildə yaratmışıq, gözəl biçimdə yaratmışıq. Və gözəl biçimdə yaratdığına görə onun həyatı da insanın, ölümü də, məmatı da gözəl olmalıdır. Bir diqqət eləyin, Fərid müəllim, insan dünyaya gələndə gözəl şəkildə yuyulur, qundaqlanır, dinimizə uyğun şəkildə sağ qulağına əzan, sol qulağına iqamə oxunur. Ondan sonra bir əqiqə qurbanı kəsilir, yəni bir şükür mənasında. Yəni bunlar sünnətə uyğun şəkildə. Peyğəmbər əleyhissalam bunları eləmişdir və cəmaatımız da bunları eləyir. Sağ olsunlar və dinimiz bugün yaşamaqdadır. Demək, necə ki onun dünyaya gəlişi belə təmtəraqla olursa, əlbəttə dünyadan gedişi də belə olmalıdır. Hörmətli şəkildə, izzətli şəkildə insan son mənzilə yola salınmalıdır. Və Peyğəmbərimiz də əleyhissalatü vəssalam da ölümü xatırlamağı bir ibadət sayır. Buna görə də biz də ölümün nə vaxtsa gələcəyini, labud olmağını bilməliyik və bu barədə də təlaşlanmamalıyıq. Allah Teala əvvələn hər birimizə həyatda sağlam yaşamağı nəsib eləsin. Amin. Və bütün vətəndaşlarımıza bir sağlamlıq arzulayırıq bu mübarək Ramazan ayı hörmətinə. Xəstə ziyarətində də insanlar xəstə ziyarətinə gəlir, bilir ki, bu adamın vəziyyəti necədir. Amma biz o xəstə ziyarətinə də gedərik. İnşallah gəlişimiz sənin üçün şəfa olar. Allahdan ümid kəsilməz. Allahın şəfası böyükdür, hikməti böyükdür. Yəni bu şəkildə ürək-dirək verirlər. Amma əlbəttə ki, ölüm bir vaxt gələr. Buna görə də biz təlaşlanmamalıyıq. Və son artıq bilirik ki, o əzizimiz son dəqiqələrini yaşayır. Birinci növbədə o yatağını onun üzü qibliyə, ayaqları qibliyə bu şəkildə çevirərək yatması. Ayaqları qiblə tərəfə. Ayaqları qiblə tərəfə. Yataqda bu ancaq, yataqdır. Çünki yəni bu şəkildə olması sünnətə uyğundur. Və eyni zamanda kəlmə-i şəhadəti özümüz demək və ona da təkrar elətdirmək bacarırıqsa, eləyə biliriksə bu şəkildə çox yaxşı olar. Çünki Peyğəmbər əleyhissalam buyurur ki, son sözləri La ilahə illallah Muhammeden Resulullah olarsa fayda verər. Bundan sonra o dünyasını dəyişəndən sonra mümkün dairəsində bəyət dediyim ki, insan necə gözəl şəkilli yaranmışsa, gözəl şəkilli gəlmişsə, onun gözəl şəkildə saxlamaq üçün onun çənəsi bağlanar adət olaraq. Ayaqları kütlənər, bərabərləşdirilir, qolları yanına qoyular. Yəni bu şəkildə ki, onun bədən forması öz gözəl şəkilində qalmış. Soyumağa başladıqda deformasiya olmasın deyə məqsəd. Yəni soyuyandan sonra bu bir qədər çətin olar. Orqanlar yəni istədiyi kimi yerinə qoymaq çətin olar. Bu məqsəddən, həm də bu sünnətdir. Bu sünnət yəni Peyğəmbərimizin elədikləri, onun elədikləri, onun başqalarının eləyərək Peyğəmbərimizin ehtiraz eləmədiyi əməllər və onun söylədiyi sözlər, hədislər də eyni zamanda sünnədən sayılır. Ölənlərimizi gözəl şəkildə mümkün dairəsində birinci öz doğmaları tərəfindən yuyulması daha yaxşıdır. Bu həm ölən kəsliyə hörmətdir, həm də bəlkə bizim əzizimizin bədənində elə bir şey var ki, biz onu özümüz görməliyik. Bəzən insanlar çəkilir. Əsla. Ölü ilə dirinin hökmü şəriətdə eyni, heç bir fərq. Sadəcə bir nəfəs yoxdur insanda. Mövtaların yanında, xüsusən son nəfəsdə Quran oxunması, yəni dinimizdə var, bu caizdir və oxunmasını həm dinləyənlər üçün, həm mövta üçün, o əlbəttə ki, qulağı son nəfəsdə Allah kəlamını eşidərsə, səkeratil mövt deyirlər, ölüm sancıları. Onun səkeratil mövtü asan olar, rahat olar inşallah. Onun gözəl şəkildə əzizlər tərəfindən yuyulması,
Ondan sonra kəfənlənməsi. Allaha çox şükür bugün dinimizi öyrənmək istəyən, bu işi yerinə yetirmək istəyənlər xalq arasında da çoxdur, görürsən ki. Vətəndaşlarımız dini cəhətdən maariflənmişdir. Atası dünyasını dəyişərsə, onun evlatlarının yuması daha təqdirə layiq. Əgər ana rəhmətə getmişsə, onun bacılarının və ya da qızlarının onu yuması daha yaxşıdır, məqsədə uyğundur. Yəni bu şey və ya da ki, bir adam rəhmətə onun dostunun, yəni dost elə təkcə dünyada olmur ki, insan dünyadan köçəndən sonra da dostlarımıza olan hörmətimiz birinci növbədə bu kimi şeyləri xüsusən yuyulmasını təqdirə layiq olardı. Dostluğun doğru olmasının bir nişanəsi olardı. Dəfn eləmək. Dəfn də məzar əlbəttə ki, layiqincə qazılar məzar. Dirilərin də yatışı. Peyğəmbər əleyhissalam sağ yanı üstə belə deyir, tərəf üstə yatmağı xoşlayardı. Həm də bu rahat yatışdı. İnsanın ürəyi yüksəkdə olar və yaxşı işləyər. Və Peyğəmbərimizin tövsiyəsi ölənlərimiz də bu şəkildə sağ cin tərəfi üstə üzü qibliyə doğru məzarda uzadaq. Əlbəttə ki, qəbrə də yerinə yerləşdirəndə onun doğmaları, əzizləri birinci növbədə onu bu vəzifəni yerinə yetirməlidir. Əgər qadın isə yaxşı olar ki, onun məhrəmləri, yaxın adamları, o kəslər ki, məhrəmdir də. Yəni o kəslərin də birinci növbədə olan olması daha məqsədlidir. Əlbəttə ki, kimsə olmazsa, çünki o kəfənlidir, bir zərəri olmaz. Amma bunlar var ikən başqalarının düşməsi uyğun olmaz. Həm də bu bizim öz doğmalarımız qarşısında bir vəzifəmizdir, bir borcumuzdur, bir ehtiramımızdır. Və dəfn mərasimində hər kəsin borcudur ki, vəzifəsidir ki, orada söhbət eləməsin. Orada dünya kəlamı, ən yaxşısı ölümü xatırlasın. Son olaraq da o əvvəldə dediyim detalı bir də soruşum. Sizin varmı ki, bizim cəmiyyətdə ən çox gördüyünüz yanlışlıq ki, bunu çox adam eləyir, amma eləməsə daha yaxşı olar kimi. Belə yanlış məsələ kimi. Onu da deyək. Çox gözəl bir yenə mövzuya toxunur. Əlbəttə ki, xoşa gəlməyən, dinimizə zidd düşən, milli adət ənənəmizə zidd düşən, əndazəsindən çıxan, ədəbindən çıxan, Allahın təqdirinə qarşı olan sözlərlə, haykü ilə, haray həşirlə bu şəkildə ağlamağı dinimiz qadağan eləyir, yasaq eləyir. Bəzən deyirlər ki, belə kitablarda da keçir, ölənə də günahdır. Deyir, bəs ölənin nə günahı var? Bunu başqa da mı eləyir? Ölən eləmir ki. Deyir, ölən də sağlığında o dini anlayışları insanlara, öz ailəsinə, öz yaxınlarına nəsihət eləməli idi. Ki, mən öləndə bu şəkildə, bu şeyləri eləməyin, bu şeyləri eləyin. Buna görə də hər birimiz sağlığımızda bu kimi şeyləri ailə əfradımıza, evlatlarımıza sağlığımızda nəsihət eləmək. Bu Sovet dövründə müstəqillikdən əvvəl insanlar arasında bu təbliğə çox da icazə verilmədiyinə görə tək adamlar var idi. Yəni, indi amma ki, hər kəs üçün azaddır da. Açıb bir kitabdan oxuyub rahat öyrənə bilir ki, mən nəyi necə eləyim. İndi biz kitab oxumaq vərdiş olmayan ya da kitab əlçatan olmayan insanlar üçün çəkirik bunu ki, bu dövrdə deyək ki, videolar daha irəlidir. Bizdən də baxım inşallah öyrənərlər, amma istəyənlər çox rahat gedib kitab evindən kitabı alıb götürüb ibadətlə bağlı ya da dinin hökmləri ilə bağlı bir şey oxuya bilirlər. Çox sağ olun. Gözəl bir nöqtəyə toxundun. Peyğəmbərimiz vəda xutbəsində son artıq ondan sonra 3 ay yaşadı. Orada bir vida xutbəsi cəmaata söylədi. Xutbə yəni bir çıxış elədi. O günü həc mərasimində Ərəfə günü cümə gününə düşmüşdü. Bilirsiniz, Ərəfə günü cümə gününə düşəndə bu böyük həcc, Həcc-i Əkbər adlanır. Və Peyğəmbərimiz orada bir xütbə oxudu cəmaata. Bir 35-40 dəqiqə deyək ki, ərzində Allahdan nə gətirmişdi? Nə gətirmişsə onu insanlara çatdırmaq istədi. Xütbəsinin sonunda, çıxışının sonunda belə bir ifadə işlədi. İndi siz de bunları, mən söyləyənləri eşitdiniz. Allahdan gələnləri mən sizə çatdırdım mı? 3 dəfə ki, cəmaat çatdırdın ya Rəsulallah. Allahın Rəsulü əllərini qaldırıb şahid ol ya Rəbbi, şahid ol ya Rəbbi, şahid ol ya Rəbbi dedi. Və sonunda yenə bir cümlə. Elə isə mənim burada söylədiklərimi eşidənlər eşitməyənlərə çatdırsın. Bax, belə çəkilişlər dinimizin təbliğatına, insanların bilmədiklərini öyrənməsinə vəsilə olur. Bu həm də böyük savabdır. O çəkilişlər ki, bizim dinimizə, dövlətçiliyimizə, milli birliyimizə, milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edirsə, o böyük savab qazandırar sizə. Mən ona görə bir daha təşəkkür edirəm. Allah Taala hər birimizi hər yerdə savab qazanan və eyni zamanda öz vəzifəmizi Allah rizası üçün, vətən üçün, xalq üçün, dövlət üçün, başlıca dinimiz üçün yerinə yetirən kəslərdən eləsin. Amin.